Çoxumuzun doğru bildiyi bir yanlış var. Məsələn, əvvəllər deyirdilər ki, sərhədlər açılandan sonra, Türkiyə gediş-gəliş yaranandan sonra bizim xalqın əxlaqını Türkiyə pozdu. Əslində Türkiyə mi pozdu? Yəni necə oldu? Bizim namuslu qadınlarımız dedilər ki, Türkiyə ilə sərhəd açılmışkən gedək bir orada pozğunluq edək gələk. Beləmi oldu? Belə olmadı təbii ki. Türkiyə əxlaqsızlıq etməyə kimlər getdi? Azərbaycandakı əxlaqsız qadınlar, fahişələr. O qadınlar ki, onsuz da fahişə idilər, onsuz da Azərbaycanda əxlaqsızlıq edirdilər. Sərhəd açıldı, yeni bir bazar yarandı, dırnaqarası. Getdilər Türkiyəyə, o işi ki Azərbaycanda görürdülər, getdilər orada gördülər. Yəni Türkiyəyə hansı əxlaqlı, namuslu qadın gedib orada əxlaqsız oldu? Elə deyil axı. Sonra dedilər ki, ərəblər gəlib bizim qadınları pozurlar. Ərəb gəlib hansı namuslu, əxlaqlı qadını zorla otelə aparır? Gəlin səmimi olaq. Ərəb hansı qadınları otelə aparır? Onsuz da fahişə olanları. Yəni ərəb gəlmədən də Azərbaycanda fahişəlik edən, Azərbaycanlı kişilərə öz bədənini satan qadınlar daha bahalı müştəri tapdılar ərəbləri. Həmin bədənlərini ərəblərə satdılar. Ərəb gəlib Azərbaycanda hansı namuslu qadını pozdu? Bu belə. Sonra dedik ki, bizim xalqın əxlaqını TikTok pozur. Əzizlər, TikTok heç kəsin əxlaqını pozmur. TikTok sadəcə açıq platformadır, belə deyək, bir güzgüdür, bizi olduğumuz kimi göstərir. Bizim iç yüzümüzü açır. Heç bir namuslu qadın TikTokla əxlaqsız olmaz. Əxlaqsız elə əxlaqsızdır, TikTokda da onu edir. Yəni kim şəxsi həyatında, gerçək həyatında necədirsə, onu da TikTokda göstərir. Vəssalam. Dediyim odur ki, kimin canında nə varsa onu edir. Kimin canında əxlaqsızlıq varsa, ilk fürsət düşən kimi onu edir, onu göstərir. Yəni gərək namus da, qeyrət də adamın öz canında olsun. Bu bir. İndi də deyirsiniz ki, Türkiyədən gələn o rəqs edən dondurmaçı bizim qadınları pozur. Xeyr, yenə də pozmur. Dondurmaçı hansı qadını məcbur edir ki, gəlib qarşısında rəqs etsin? Kimisə zorla rəqsə cəlb edir? Yox. O öz yerində işləyir. Bizim qadınlarımız, qızlarımız könüllü şəkildə gedib onun qarşısında rəqs edirlər. Kimin ürəyi istəyir, rəqs edir. Dondurmaçının burada günahı varmı? Yox. Dondurmaçı neynəsin? Heç kəsi məcbur etmir. Və onu da xüsusən qeyd edim ki, dondurmaçının qarşısında rəqs edənləri namussuz, əxlaqsız hesab etmirəm qətiyyən. Yəni sözüm onlara deyil. Sadəcə dondurmaçıya da bir irad bildirirsiniz ki, ona görə qızlar gedib orada rəqs edir. Xeyr, qızlar ona görə gedib rəqs etmir. Qızlar özləri istəyirlər, rəqs etmək istəyirlər, gedib rəqs edirlər. Yəni bu hər kəsin özünə aid məsələdir. Kimin canında nə varsa onu da edir.